Vüsalə Mədədovadır qonağımız. Dəyərli doktorumuz Dövlət Təhlükəsizlik Xidməti Hərbi Hospitalında çalışır. 20 illik bir iş təcrübəsinə malik, peşəkar bir həkimdir. Daim əməliyyatlardadır, daim qəbullardadır. Çox sevinirik ki, bugün studiyamızdadır. Onkoginekoloq, onkologiya və ginekologiyanın bir arada təcəssümü. Doktorumuz indi bu barədə də ətraflı məlumat verəcək. Xanımlar bu diaqnozları eşidəndən sonra həyatdan küskün hala düşürlər və bəzən heç nə etmək istəmirlər. Amma doğru mütəxəssislərin əlində bu problemlər də aradan qalxır. Uşaqlıq qanaxmasından danışacağıq. Elə bir mövzudur ki, birbaşa həyati bir rolu var. Aybaşı qanamamız 7 gündən artıq davam edirsə, xüsusilə aybaşı qanamaları laxta şəkilli qanamalarla davam edirsə, artıq bu norma sayılmır. Aktiv qanama şəklində olursa, uzun müddətli davam edirsə, bu artıq patologiyadır. Ləkələnmə, qanama, hətta ləkələnmə belə ciddi bir xəstəliyin əlaməti ola bilər. Daha çox premenopauzal, yəni reproduktiv dövrdə olan qadınlarda olur. Genetik faktor olan qadınlar risk qrupudur. Dəyərli doktorumuz neçə xanımı həyata qaytarıb, onlara həyat eşqi verib. Vüsalə xanım məni o dünyadan qaytardı. Məndə onkoloji süt var idi. O mənə əməliyyat elədi. Onun hesabına mən indi ayaqdayam. Böyük minnətdarlığımı bildirin ona. Çox sağ olsun, yaxşısı var. Çalışıram ki, yəni onların yaşadığı ömürdə hər hansı bir töhfəm varsa da nə mutlu mənə. Sağ olun.